Əksinə Səlimin apardığı siyasət İslam dünyasını parçalayırdı. Niyə biz demirik ki, Avropa dövlətləri əksinə Sultan Səlimi qızışdırdılar, İslam dünyasının üstünə saldılar. Dirikin Şah İsmail Xətai Avropaya aldandı, onunla müharibə apardı. Niyə biz tərsini demirik? Deyirlər ki, Şah İsmail Bizans imperatorlarıyla yazışırdı və onlar İsmaili təhrik elədilər ki, Osmanlı müharibə eləsin. Axı 1453-cü ildən sonra Bizans yox idi. Bunu yazan tarixçilər var. 1453-cü ildən sonra Bizans imperatoru yox idi. Bizans olmadığı bir halda Şah İsmailin məktubu kimə yazılmış görəsən? Niyə biz tarixi gerçəkliyilə demirik? Əksinə Sultan Səlim bütün Avropa dövlətləri ilə müharibəni tələm-tələsik dayandırır. Venetsiya ilə, Genuya ilə, Avstriya ilə apardığı müharibələri dayandırır. Hətta güzəştli şərtlərlə sülh müqaviləsi imzalayır və bütün gücünü şərqə yönəldir. Sultan Səlimin şərqə yürüşlərində söhbət təkcə Səfəvilər dövlətindən getmirdi. Bunu da çox təəssüf biz yanlış izah edirik. Səlimin məqsədi əslində şərqi tutmaq idi. Adam şərqə doğru yönəlik siyasət yeridirdi. Səlimin vaxtında Avropa ölkələri ilə Osmanlı müharibə aparmayıb. Və ona görə çox vaxt siz tarixi şəxsiyyətləri lazım deyil, düzdür, müqayisələ mən daima əleyhinə olmuşam. Ancaq bu tam çılpaqlığı ilə görünür ki, əksinə Səlimin apardığı siyasət İslam dünyasını parçalayırdı. Niyə? Çünki tutaq ki, İsmail onların təbirincə, dilincə desək, Rafizi idi, kafir idi, nə bilim, Şia idi. Bəs dediyimiz ki, Misir Məmlük Sultanlığının günahı nə idi? Bu ki, məhzəblə neyini idi məhzəb baxın? Niyə biz demirik ki, Avropa dövlətləri əksinə Sultan Səlimi qızışdırdılar, İslam dünyasının üstünə saldılar? Dirikin Şah İsmail Xətai Avropaya aldandı, onunla müharibə apardı. Niyə biz tərsini deyirik? Niyə biz Sultan Səlimi ittiham eləmirik ki, Avropa dövlətlərindən sülh bağladı, öz dindaşları ilə döyüşdü? Və indi sirdaşçılıq ki, niyə Osmanlı ordusu Təbrizdə qala bilmədi? Deyir ki, Təbrizdə bir həftə ancaq qaldı. Bu həm Təbriz əhalisinin müqavimətidir. Üstəgəl, həmən Osmanlı ordusunda Bəxtaşilərin qiyamından qorxdu Sultan Səlim. Ona görə qaçdı Təbrizdən. Ordu içərisindəki ixtişaşdan qorxdu. Nədənsə bunu çox vaxt Sur bizim həmkarlarımız, Türklər həmkarlarımız, eləcə də bizim öz tarixçilərimiz. Bəxtaşilər inanç baxımından kimdir? Qızılbaşdır.